Marağanın girişindən şaxta dik aşağıya gedirdi. Şaxtadan süzülən zəif günəş işığı Vaşaqın dəstəsinin düşdüyü yerin ortasındakı kiçik hissəni güclə işıqlandırırdı. Divarlar və yerin künclərini isə qaranlıq örtmüşdü. Vaşaq öz cəngavərlərini görmürdü. Qalın zülmətdə yalnız bir-birinin qaraltılarını seçə bilirdilər. Şaxta ilə yuxarı qalxa bilmərik, yoxuş çox dikdir, başqa yol tapmağa çalışaq, deyə Vaşaq ruhdan düşmürdü. Sanki göz bağlıca oyunu oynayaraq 12 kişi əllərini qabağa uzadaraq toxunmaqla olduqları yerdən çıxış axtarırdı. Vaşaq bəy, burada yol var, deyə cəngavərlərdən biri harasa aşağıya aparan dəhlizi aşkar etdi. Baxaq, bu dəhliz bizi hara aparır? Cərgə ilə düzülün, yoxsa qaranlıqda kimisə itirə bilərik, deyə Vaşaq əmr etdi. Dəstə tədricən dəhlizin dərinliklərinə getdi. Onlar tam ay qışqırıq eşidildi və gürültü səsi gəldi. Cəngavərlərdən biri ilişdi və yerə yıxıldı. Digərləri isə qəhqəhə çəkib gülməyə başladılar. Şşş, deyə Vaşaq dilləndi. Vaşaq heç zarafat ayında deyildi. O ayaq səsi eşitmişdi. Vaşaq adət etdiyi kimi əlini havaya qaldırdı ki, ardınca gələnlər dayansın. Lakin qaranlıqda kim onu bu hərəkətinə görə bilərdi ki? Onun arxasınca gələn cəngavərlər Vaşaqla toqquşdu və hər ikisi yerə yıxıldı. Bütün qalan cəngavərlər də bir-birinə dəyib yıxıldılar və böyük taya kimi üst-üstə düşdülər. Cəngavərlər birinci yıxılanı söydülər. Başqa vaxt Vaşaq onların cavabını verərdi. Lakin indi onu yerə elə sıxırdılar ki, o nəfəsini götürdü. Yenidən addım səsləri eşidildi. O kimdir? Zəhmət çəkib üstündən qalxsanız, onda bu addımların kimin olduğunu taparam, deyə Vaşaq güc bəla ilə söylədi. Vaşaq ayağa durub üst başını çırpdı və qulaq asdı. Səs gəlmirdi. Addım səsləri eşidilmirdi. Marağada tam sakitlik hökm sürürdü. Sonra isə yenidən ayaq tappıltıları eşidildi. Addım səsləri dəhlizin dərinliyinə sürətlə uzaqlaşırdı. Qaçır, onu tutaq, deyə Vaşaq qışqırdı və addım səslərini qovmağa başladı. Addım səsləri qəflədən aşağı düşdü. Vaşaq fikirləşmədən onların arxasınca tullandı. Cəngavərlər donub qalmışdılar. Aşağıdakı səs-küyə qulaq asdı. Burax, deyə aşağıda kimsə qışqırırdı. Bu cırıldayan kişi səsi idi. Sən kimsən, bizi güdürdün, yoxsa tələ qururdun, deyə Vaşaq bağırdı. Mənim adım Qoryadır, mən ustayam, nəqqaşam, mən heç sizi güdmürdüm, cırıldayan səslə cavab verdi. Elə bildim ki, bizə yemək atıblar, biz artıq 2 çəllək toplamışıq. Nə çəlləyi? Heç nə başa düşmürəm. Sən görünür qorxudan özünü itirmisən, deyə Vaşaq bir qədər sakitləşdi. Mən özümü itirməmişəm, burada hər kəs yeməyi qazanmalıdır. Biz qara hökmdar üçün daş yığıb onları çəlləklərə qoymalıyıq. Yuxarıdakı keşikçilər çəlləkləri qaldırır və daşları görürlər. Sonra həmin çəlləklərə yemək qoyur və şaxtadan marağaya geri tullayırlar. Biz burada bax belə yaşayırıq. Araya sükut çöktü. Burada siz çoxsunuzmu? Deyə Vaşaq xəbər aldı. Çoxuq, amma neçə nəfər olduğunu dəqiq bilmirəm. Axı qaranlıqdır. Burada adətən kiminləsə qaranlıqda alın-alına toqquşursan, üzr istəyirsən, adını soruşursan və bir daha həmin adamla qarşılaşmırsan. Yeməklə dolu çəllək aşağı düşəndə küt zərbə səsi eşidilir. Onu eşidən dustaqlar yavaş-yavaş sürünüb gəlirlər. Çəlləkdən biraz yemək götürüb və yenidən daş yığmağa yollanırlar. Marağa saysız hesabsız gediş və dəhlizdən ibarət idi. O nəhəng yırtıcı kimi çoxlu adamları udmuşdu. Onları öz qarnında işsiz-soraqsız saxlayırdı. Qara hökmdarın marağasına sürgün olunan adamlar məhkum edilmişdilər. Marağa keşikçiləri boş çəlləkləri aşağı atır,
dustaqlar isə müxtəlif ölçülü daşları yığıb çəlləyə doldururdular. Dustaqların çoxu ölçü və ya çəkisinə görə yaqut və ya zümrüdə oxşayan daşlar axtarırdı. Yazıqlar yerlə sürünür, onu çılpaq əlləri ilə eşərək daş-qaşa bənzər daşlar tapmağa ümid edirdilər. Digər dustaqlar isə daş-qaş deyil, hansısa qeyri-adi daşlar axtarırdılar və onların hamısı inanırdı ki, əgər qara hökmdara xoşa gələn daşı tapsalar, məhbusluqları bitəcək və onlar çölə azadlığa buraxılacaqlar. Vaşaq Qaruya ilə danışan vaxtı onlara başqa bir dustaq yaxınlaşdı və soruşdu: "Ey, burada kim var?" Qoruya və bir neçə təzə gələnlər, deyə Qoruya sadəlövhlüklə cavab verdi. "Xoş gəlmisiniz, hardansınız?" "Günəşli şəhərdən," deyə Vaşaq dəqiq cavab verməkdən çəkindi. "Mən şüşə ustasıyam, pəncərələrdə rəngli şəbəkələri düzəldirəm." "Bağışlayın, düzəldirdim." "Və siz nəçisiniz?" "Bizim işimiz kəsməkdir, yəni oyma işi ilə məşğuluq." Vaşaq istər-istəməz əlini qurşağına, qılıncının dəstəyinə atdı, lakin qılınc əlbəttə orada yox idi. "Yaxşı, mən bir cüt qəribə daş tapmışam. Gedim onları çəlləyə atım. Yeməyə qazanmaq lazımdır." "Maraxada bütün məhbuslar ya rəssam ya da digər sənətkarlardır?" deyə Vaşaq soruşdu. "Hə, qara hökmdar bizə nifrət edir. Ona görə də bura sürgün edir. Belə yolla bizdən də ona fayda var," Qoruya cavab verdi. "Qəribədir, çox qəribə yerdir," Vaşaq fikirli-fikirli söylədi. İçərisində düşdükləri bu ağla sığmaz vəziyyəti anlamaq üçün Vaşaq gərgin halda düşünürdü. Bu mənasız daş axtarışının arxasında nə sirlər gizlənir? Niyə məhz ustaları və sənətkarları bura sürgün edirlər? Vaşaq Qoruyaya müraciət etdi. "Bizi tək burax, gərək yoldaşlarımla məsləhətləşək." Vaşaq Marağanın divarına söykəndi və ağır nəfəs aldı. Hələ ömründə belə mürəkkəb vəziyyətə düşməmişdi. Cəngavərlər başçılarının məsləhətə başlamasını gözləyirdilər. "Qardaşlar, etiraf edirəm ki, vəziyyətimiz asan deyil. Şaxtadan keçməklə qaçmaq mümkün deyil. Divarlar 100 dirsək, bəlkə də daha çox dikinə yuxarı qalxır." Vaşaq onu şaxtaya itələyən vaxtı sərt yerə dəydiyi sağ böyrünü qaşıdı. "Bəs onda nə edək, Vaşaq bəy?" deyə Yalov soruşdu. "Bilmirəm. Hələlik acından ölməmək üçün işləyəcəyik və buradan necə çıxmağın yollarını düşünəcəyik. Hərəmiz bir səmtə gedib daş axtaraq. Amma necə axtarmağımızı məndən soruşmayın. Bunu heç özüm də bilmirəm. Çəlləyin ətrafında toplaşarıq. Topladığımız daşları ora yığacağıq. Hamı qayıdıb gələnə kimi gözləyəcəyik. Sonra yenidən daş axtarmağa gedərik. Hamıya hər şey aydındır?" "Hər cür hörmətimə rəğmən, Vaşaq bəy söylədikləriniz hər şey sadədir. Burada başa düşülməyəcək nə var ki? Vəziyyət çox sadədir. Eyni zamanda da mürəkkəbdir. Əgər siz ömrünüzün axırına kimi qaranlıqda sürünməyə və qara cadugər üçün daş toplamağa razısınızsa, onda vəziyyət çox sadədir. Yox, əgər siz vəziyyəti dəyişmək istəyirsinizsə, onda çox mürəkkəbdir." "Aydındır, vəziyyət mürəkkəbdir. Gedim daş axtarım. İcazənizlə," deyə Yalov o biri yoldaşlarına dəyə-dəyə onları əzə-əzə sürünərək uzaqlaşdı. Cəngavərlər dağılışdılar. Müəyyən vaxt keçdi. Çəlləyin yanına ilk qayıdan Vaşaq oldu. O daşı çəlləyə tulladı və zərbədən gələn səs ətrafa yayıldı. Onun arxasınca Yalov geri döndü. O əlləri ilə axtararaq çəlləyi tapdı və bütün daşları içinə atdı. Bütün dəstə çəlləyin ətrafına toplaşanda Vaşaq öz adını söylədi və əmr etdi. "Vaşaq, indi hər kəs öz adını desin." Çevik, Yalov, Atəş, Şimşək, Vur, Bahadur, Dursun, Elbəy, Çağrı, Namus, Yenməz. 12 igidin hamısı burada idi.
hər dəfə belə edəcək. Əgər kimsə geri dönməsə, bütün dəstə onu axtarmağa gedəcək. Aradan xeyli gün keçdi. Başak və onun yoldaşları hər gün daş axtarışı ilə mağaraya dağılırdılar. Uyğun daşı taparaq daşı çəlləyə gətirirdilər. 12 nəfərin hamısı gələnə qədər gözləyir və yenidən dağılışırdılar. Onların qara mağaraya gəlməsinin 10-cu və ya 11-ci günü idi. Yalurdan başqa hamı çəlləyin ətrafında yığılmışdı. Cəngavərlər onun gəlişini gözləyərək çəlləyin ətrafında oturmuşdular. Birdən havada yayılan qanad səsi sakitliyi pozdu. Mağarada heç bir heyvan mövcud değildi. Hətta ilan və həşərat da yox idi. Hamı yuxarı baxdı. Şaxtanın girişindən süzülən solğun işıqda göyərçin gördülər. Quş aşağı enib Başaqın ovucuna qondu. Bu bəbirin bağışladığı xəbər daşıyan göyərçin idi. Cəngavərlər göyərçinə görə elə sevindilər ki, sanki onlar köhnə dostları ilə görüşdülər. Baxmayaraq ki, bu nəcib quş indiyə qədər cəngavərləri yalnız qıcıqlandırırdı. Əzəmətli bahadırlar üçün qartalla qırğıdan başqa bütün quşlar toyuq kimi bir şeydi. Başak göyərçinlə qardaşına göndərmək üçün bir qısa məktub yazmaq istədi. Lakin nə qələm, nə də kağız var idi. Həm də belə bir qaranlıqda nə isə yazmaq onsuz da alınmazdı. Başak şifahi heç bir məlumat göndərmədi. O qaranlıqda kiminsə onları dinləməyindən də ehtiyat edirdi. Başak quşu sığaladı və astadan yalnız qardaşının adını söylədi. Bəbir. Başak boynuna dolanmış hörmə yüyəni çıxardı və onu quşa uzatdı. Göyərçin yüyəni dimdiyinə aldı və qanadlarını çırparaq günəş işığına doğru yuxarıya uçdu. Marağa keşikçiləri göyərçini gördülər və hətta ona 2 ox da atdılar, lakin çevik quşu vura bilmədilər.